Bugün Çin Mandarin klinikasında bir çox xəstəliklərin müalicəsi akupunktur üslubu ilə həyata keçirilir. Akupunktur Çin ənənəvi təbabətindən qaynaqlanan bir müalicə üsuludur. Bədənin müəyyən nöqtələrinə təsir edərək orqanizmin təbii balansını bərpa etməyə, qan dövranı və enerji axınını yaxşılaşdırmağa, immun sistemini gücləndirməyə kömək edir. Akupunktur boyun yırtığı, bel və kürək ağrıları, oynaq problemləri, miqren, yuxusuzluq, stres, sinir sistemi və həzm sistemi problemlərinin müalicəsində çox faydalıdır. Müasir dövrdə bir çox insan panik atak və təşviş problemlərindən əziyyət çəkir. Akupunktur vasitəsilə sinir sistemini tənzimləmək, daxili gərginliyi azaltmaq, yuxu keyfiyyətini yaxşılaşdırmaq, orqanizmin balansını bərpa etməyə kömək etmək mümkündür. Müalicə zamanı akupunkturla yanaşı rahatlaşdırıcı terapiya və fərdi yanaşma metodlarından da istifadə edilir. O Bakını təsadüfən seçməyib. İlk dəfə bu şəhərə gələndə onda çox güclü təəssürat yaratmışdır Bakı. Burada müasirlik, inkişaf və insanların səmimi münasibəti bir arada birləşir. Və həkim üçün işlədiyi yerdə rahatlıq və pasientlərin etibarını hiss etmək çox vacibdir. Bakıda məhz bunu hiss etdi. İnsanlar burada çox mehriban, diqqətli və sağlamlıqlarına qarşı məsuliyyətlidirlər. Müasir müalicə üsullarına maraq göstərmələri məni çox sevindirir. Bundan əlavə Azərbaycanın mədəniyyəti, yerli mətbəxi və Bakının həyat ritmi mənim çox xoşuma gəlir. Bakı elə bir şəhərdir ki, insan burada sadəcə işləmək deyil, həm də yaşamaq və peşəkar inkişaf etmək istəyir. Məhz buna görə də mən fəaliyyətimi Bakıda davam etdirməyə və insanların sağlamlıqlarını qorumaqda kömək etməyə qərar verdim. Rəsul İsayev, Səadət Qafari, Səs TV.